Ehtiyatı əldən verməmək əsl liderlərin başlıca cəhətidir. Fikrini mətnlə əlaqələndirib fikrinizi yazın. Burada ehtiyatı əldən verməyən Nəbidir, hansı ki, mətnin bu hissəsində yazmışdı ki, baxmayaraq ki, Sarımsaq oğlu ona ağ çadır qurmuşdu, amma o onu sökür. E, yəni çadırın görünə biləcəyindən ehtiyat edir. Ağacların qol-budağından qırıb aralıda sərt yerdə yaşıl bir dəyə qurmuşdu. E, yəni həm ağ çadırı söküb yaşıl bir çadır qurur, ehtiyatı əldən vermir. İkincisi də ki, onlar növbə ilə bir-birinin keşiyini çəkirdi, Həcərlə Nəbi. Bu da əslində ehtiyatı əldən verməməsinin göstəricisi idi. Həmçinin də burada biz görürük ki, Səlim bəy Nəbinin yaşıl dəyəsinin içinə çatanda artıq o boş idi. Deməli, Nəbi artıq oradan getmişdi, yerini dəyişmişdi. Belə çıxır ki, həqiqətən də ehtiyatı əldən verməmişdi.